Salam dostlar, bugün sizə seviyada avantaj sağlayacaq bir şeylər göstərəcəm. 5 şey göstərəcəm. Gəlin birinci ilə başlayaq. Birinci, deyək ki, ikinci bir hesab ya da təzə başlamısınızsa, bu ağacın üstünə çıxın belə. Göbək saldırısı eləyərək ağacın üstünə çıxın. Və ağacdan da buranın üstünə çıxır. Bu oyunu öyrəticini keçmiş ola bilirsiniz. Gəlin keçək ikinci. İkinci deyək ki, bir dənə düşmən və ya bir dənə uzağa getmək istəyirsinizsə, düşmən və ya bu bizə vurmayan dost olanlarla belə başların üstündən gedə bilirik. Baxın. Başların üstündən baxın belə atıla və daha uzağa gedə bilirik. Bu düşmənlər üçün də keçərlidir. Və bir yerə tez çıxmaq istəyirsinizsə, bir dənə ikili tullanı buraya basmalısınız. Yəni iki tullan göbək saldırısı eləyərkən yandakı divara getsəz, belə həmin dəqiqə yol qət edə bilərsiniz. Yəni qabağınızda belə boyunuza görə bir şey varsa, onun üstündən belə çıxıb gedə bilərsiniz. Keçək dördüncüyə. Əgər belə bir şey varsa, bura daş qoymağa ehtiyac yoxdur. Bura daş qoymadan da keçə bilərsiniz. Bunun üstünə çıxın və bunun üstündəykən yana gelib mənim dediyim taktiklə eləsəz bir yerə gedə bilərsiniz. Baxın, məsələn, yenə eyni şeylə eləsəm yanmadı. Eyni şeylə eləsəm bayaq elədim. Belə gedə bilərsiniz. Yəni bunu avantaj olaraq işlədə bilərsiniz. Keçək 5-ciyə və sonuncuya. Əgər deyək ki, bir yerə çıxmaq istəyirsiniz ancaq çıxamırsınızsa, onunla çıxmağa çalışın, sonra da tez buraya qabağa atılın. Baxın, normalda mən çıxammaram. Bura normalda çıxa bilmərəm. Burada normalda çıxa bilmərəm. Deyək ki, çıxa bilmirəm. Ancaq belə ucundan eləyib qabağa atılsanız, keçə bilərsiniz. Belə tutulursunuz və ya fərli keçə bilərsiniz. Baxın. Çatamıram, ancaq belə qabağa atılaraq keçə bildim. Nəysə, sonraki videolarda görüşərik. Bay bay.